Qadınlar çox pul yeyirdi. Kişilər xəyanətkardır. Qadınlar mərhəmətlidir. Kişilər səxavətlidir. Tez-tez qarşımıza kişilər ya da qadınlar haqqında hökm kimi fikir səsləndirən adamlar çıxır. Bu cür fikirlər səsləndirməyin adətən iki səbəbi olur. Bir, ya hər hansısa bir cinsə aid insanları manipulyasiya etmək istəyi, ikincisi isə şəxsi travmalar. Bəlli bir yaşa çatmış adamın, təxminən bir 30 yaşı keçmiş adamın qadınlar ya kişilər haqqında qəti fikirlər səsləndirib, qadınların pis ya da kişilərin pis olduğunu demək çox gülünc bir yanaşmadır. Çünki həm qadınların, həm kişilərin çox müsbət, həmçinin çox mənfi tərəfləri var. Normal insan dərk edir ki, qadınlar və kişilər arasında çox ciddi fərqlər var. Bu fərqlər həm psixoloji, həm fiziki, həm də mənəvi fərqlərdir. Bu fərqləri bizə Allah verib. İnanclı olmayanların dili ilə desək, bu fərq bizə təbiətdən verilib. Ona görə də hər hansı bir insanı məxsus olduğu cinsə görə, o cinsin fərqlərinə görə qınamağı, tənqid etməyi, təhqir etməyi çox mənasız və boş bir addımdır. Yəni siz nə vaxtsa rastınıza bəlli bir cinsin nümayəndələrini, qadınları ya da kişiləri qarşısına alıb onlara daim bir tənqidlər, təhqirlər yönləndirən adamları görəndə onlarla heç müzakirəyə girməyin, onları birbaşa ignor eləyin, görməzdən gəlin. Çünki onların məqsədi sadəcə sizi manipulyasiya etmək ya da öz psixoloji travmalarını ört-basdır etməkdir.